Süleyman məsələləri 28-ci fəsil 13-cü ayədən oxuyuram. Günahlarını ört bastır edən uğur qazanmaz. Onu etiraf edərək tərk edən mərhəmət tapar. 14-cü ayəndə oxumaq istəyirəm. Həmişə Rəbdən qorxan bəxtiyardır. Ürəyi inatkar bəlaya düşər. Bilirsiniz dostlar, Rəbdən qorxan heç vaxt günahlarını öt bastır, yəni etməz. Gizli saxlamaz. Əgər hardasa günah işlədir, yəni bu məsihçidən söhbət gedir. Əgər hardasa günah işlədirsə, Allahdan qorxandırsa, Rəbdən qorxandırsa, deməli necə ki yazılıb ki, günahlarını ört bastır edən uğur qazanmaz. Əksinə, onun ürəyi inatkar olar və ürəyi inatkar bəlaya düşər. Amma onu, yəni öz günahını etiraf edərək tərk edən nə tapar? Mərhəmət tapar. Əzizlərim, indi bayaq oxuduq da, bir yerdə oxumadıq. Mərhəmət tapar, dostlar, doğrudan da elədir. Bilirsiniz, mən özüm də dəfələrlə öz həyatımda bu sevinci, bu mərhəməti tapmışam da, Rəbdən almışam da. Bilirsiniz, o qədər olub ki, gəncliyimdə, cavanlığımda da o qədər olub ki, hardasa günah işi gördüm, düz aparmadım özümü. Yox, kobud günahlardan söhbət getmir, amma kobudlardan da ümumiyyətlə, yəni ən pis, ən belə dəhşətli, murdar günah olsa da, sən əgər onu Rəbbə etiraf edirsənsə, mərhəməti qazanacaqsan. Çünki elə bir günah yoxdur ki, o günaha görə Rəbb İsa özünü qurban verməsin. Bütün günahlarımıza görə özünü qurban verib. Amma biz məsihçilər artıq yeni həyatda, yəni məsihdə gəzirik və günah işlətməməliyik. Amma əgər kimsə günah işlədibsə, öz günahlarını etiraf edərək mərhəmət tapar. Gəlin baxaq dostlar, ümumiyyətlə Allah adamları böyük bir insanlardan, böyük hərflə yazılan insanlardan söhbət gedəcəyində, baxın onların həyatında Rəbb onlarla necə rəftar edərək, yəni onları bağışlayırdı. Necə onlar günahlarını etiraf edirdi. Bəli, onlar da günah işlədirdi. Çünki bizim bu insan təbiətimiz günahlıdır, pozuludur. Buna görə də Rəbb öz bizə həyatı verərək, bu həyatda biz bürünərək tam başqa insan oluruq. Gəlin, zəhmət olmasa, indi Zəbur kitabını açaq. Biz, deməli, 51-ci məzmurdan, 51-ci ayədən oxuyacaq, 1-dən 14-ə qədər. Deməli, burada deyilir ki, bu məzmur musiqi rəhbəri üçün Davudun məzmurudur. Davudun Batşeva, yəni onun yoldaşı olub. Adı Batşeva olub. Ruscan Versaviya deyilir. Burada Batşeva yazılıb. Belə, Batşeva ilə olan münasibətinə görə Natan Peyğəmbər onun yanına gəlib irad tutandan sonra, baxın burada nə deyilir. Oxuyuram. Məhəbbətinə görə, ey Allah, mənə rəhm et. Bol mərhəmətinə görə qanunsuzlarımı sil. Təqsirlərimi tamamilə yu. Günahımdan məni təmizlə, çünki qanunsuzlarımı bilirəm. Günahım daim gözümün qarşısındadır. Yalnız sənə qarşı günah işlətmişəm. Gözündə pis sayılanı etmişəm. Mənə görə çıxarılan hökmündə ədalətlisən
məni məhkum etməkdə haqlısan. Məni doğulandan bəri günahkaram. Üzr istəyirəm, mən doğulandan bəri günahkaram. Ana bətnindən belə təqsirkaram. Başqa sözlə burada, baxın dostlar, Davud Peyğəmbər peşman olaraq, yəni günah işlədi. Günahına görə peşman olaraq öz günahlarını Rəbbə etiraf edir. Sən isə 6-cı ayədən oxuyuruq. Ürəkdə düzlüyün olmasını istəyirsən. Mənə daxilən hikmət öyrət. Məni zülfə ilə pak et. Təmiz olum. Məni yu. Qardan da ağ olum. Mənə şadlıq, sevinç səsini eşitdir. Qırdığın sümüklərim xoşhalansın. Üzünü tut, günahlarımı görmə, bütün təqsirlərimi sil. Ey Allah, məndə təmiz ürək yarad. Daxilimə yenidən sədaqət ruhunu ver. Məni öz hüzurundan atma, müqəddəs ruhu məndən götürmə. Xilasının sevincini mənə qaytar. İtaatkarlıq ruhu verib mənə dayaq ol. Dostlar, hələ bura qədər bəhs eləyir. Mən 14-cü ayəyə qədər demişəm, 12 ayəni oxuduq, hələ bu kifayətdir. Siz təsəvvür edin, dostlar, burada yazılıb ki, bu məzmur musiqi rəhbəri üçündür. Yəni, ibadət olunanda, ibadətdə həm musiqi də oxunurdu, çalınırdı. Musiqinin də rəhbəri var idi. Yəni orada həmin bu məzmuru öyrədirdi. Bir musiqi kimi, bir ilahi kimi bunu oxuyurdular. Və siz təsəvvür edin, Davud ibadətə gələrək, yəni o padşahdır. O Allahın adamıdır, yazılı peyğəmbərdir və İsrailin padşahıdır. Bu ibadətə gələrək tək yox, yoldaşını da gətirir. Yoldaşının adı yazılıbdır ki, Batşevadır. Batşeva ilə bir yerdə, yəni həyat yoldaşı ilə bir yerdə ibadətə gəlir, həmən bu mahnını qulaq asır. Tək o yox. İbadətdə olanlar, bacı qardaşlar, yəni İsrail xalqı da orada bir yox, 10 yox, yüzlərlə gəlib qulaq asırdılar. Məbədə yəni yüzlərlə, bəlkə də 1000 nəfər, bəlkə 1000 nəfərdən də çox gəlib. Bayramlarda minlərlə insanlar gəlib Yerusəlim şəhərində qulaq asardılar. Allahın kəlamına qulaq asardılar və burada da necə Rəbbi izzətləndirirlər, hansı mahnını oxuyurlar. Və siz təsəvvür edin, bax bu mahnını oxuyurlar və Davudun yoldaşı Batşeva başını aşağı salır. Gözlərini qaldırmağa ixtiyarı yoxdur. Niyə? Sifətinə baxanda, üzünə baxanda qıpqırmızı olur. Bəs Davud necə? Davud da elə. Amma buna baxmayaraq Davud deyir, oxuyun. Bu yazıları, bu sözləri mən sizə verdim. Bu məndən söhbət gedir burada. Xahiş edirəm, oxuyun. Batşeva nə eləmişdir? Qoy deyir, Rəbb Allahın yanında utanım. Bir də oxuyuram, burada yazılıbdır ki, Davudun məzmunu, Davudun Batşeva ilə olan münasibətinə görə, yəni bir münasibət olubdur. Bunu biz oxuyacaq. Şamuelin kitabında yazılıbdır. Və Rəbb Allah öz böyük məhəbbətinə görə, mərhəmətinə görə, yəni Davuda öz mərhəmətini göstərmək üçün öz peyğəmbəri Davudun yanına göndərir ki, bu günah aşkar olunsun, günahını etiraf etsin. Baxın, burada bir də nə yazılıb, dostlar? Mən 8-ci ayədən oxuyum. 8-ci ayədə də deyilir ki, təkrar edirəm. Mənə deyir, şadlıq, sevinç səsini deyir, eşitdir. Mən sevinmirəm. Mən şad deyiləm, mən peşmanam.
ürəyim deyir ağrıyır. Ürəyim ağlayır. Və sonra da burada Rəbbə yalvarır ki, qırdığın sümüklərim xoşxalansın. Bunu necə başa düşürsünüz? Qırdığım sümüklərimi, bax bu mənim bədənim. Yəqin ki, Rəbb burada necə ki, yuxarıda da biz oxuduq. Yəni, sən deyir, məni məhkum etməklə haqlısan, 4-cü ayədə deyilir. Onu məhkum etdi. Yəqin ki, xəstəliyə düşüb, xəstələnib, nəsə olubdur ki, və bilirsiniz, elə bil ki, bunun sümükləri əzilib. Əzilib, deyir ki, sümüklərimi qırmısan elə bil. Əzi olubdur. Deyir, yalvarıram, bu sevinci mənə qaytar. Sevincini mənə qaytar. Burada etiraf edir günahını. Gəlin bir də 32-ci məzmuru oxuyaq, dostlar. Üskənyarlığı bağışlanan, günahı əf olunan insan nə bəxtiyardır. Yəni təmizlənib, günahlardan təmizlənib. Rəbb tərəfindən təqsirkar sayılmayan, qəlbində hiylə olmayan insan nə bəxtiyardır. Sonra da deyir, etiraf etməyəndə, artıq indi Davud öz haqqında danışır. Deyir, etiraf etməyəndə bütün gün nalə çəkməkdən sümüklərim taqətdən düşdü. Açmırdım. Heç kəsə xəbər vermirdim. Və Davudun qulları, ona xidmət edən padşaha baxırdılar, deyirdilər, görəsən, hökmdarla nə olub? Bizim padşahımızla nə olub Davuda görəsən? Belə sifətinin rəngi dəyişilib, arıqlayır, getdikcə taqətdən də düşüb, ayağa qalxa bilmir, evdən bayıra çıxa bilmir. Nə olub Davuda? Nə olub görəsən birdən? Və baxın deyir ki, yəni bütün gün nalə çəkməkdən sümüklərim taqətdən düşdü. Və əlin, yəni Allahın əli. Əlin deyir üzərimdə gecə gündüz ağırlaşdı. Getdikcə mən bunu hiss edirdim. Rəbb məni ədalətlə, yəni haqlıdır, məni məhkum edir. Mən bunu çox başa düşürəm, amma bu vəziyyətdən çıxa bilmirəm. Mən günahlarımı etiraf edə bilmirəm. Necə ki, biz bayaq Süleymanın məsələlərində oxuduq, günahlarını ört bastır edən uğur qazanmaz. Uğur qazana bilmirdi Davud. Və baxın, dostlar, sankidir yayın quraqlığı məni taqətdən saldı. Sonra sənə deyir, günahımı etiraf etdim və təqsirlərimi gizlətmədim. Natan Peyğəmbər gələndə artıq günahlarını etiraf etdi, təqsirlərini gizlətmədi. Dedim, üsyankarlığımı Rəbbə etiraf edirəm. Təqsirimi, günahımı bağışladın da. Dostlar, bundan sonra ancaq Davud mərhəmət tapır. Bundan sonra Rəbb Allah öz əlini ondan uzaq edir. Yəni çəkir. Amma qabaqcan, yəni öz günahını ört bastır edəndə Rəbbin əli onun üzərində olaraq bu da deyir ki, ağırlaşdı mənim üçün. Ağırlaşdı. Elə bil sümüklərim, necə ki biz 51-ci məzmurda oxuduq, sümüklərim qırıldı elə bil. Sevinç də məndən ayrıldı. Xilasın sevinci məndən ayrıldı. Rəbbin ruhu üzərimdə idi. İndi isə hiss edirəm ki, üzərimdə deyil. Həyatınıza elə bir hissiyyat olmayıb mı, dostlar? Bilirsiniz necə olub? Bilirsiniz necə Davud günaha batıb? Onu da deyir, gizlətmirəm. Qoy deyir, məbəddə də bax bu məzmuru oxusunlar. Necə ki, mən peşman olmuşam. Necə ki, peşman olmuşam. Deyir ki, dəfələrlə ürəyimi deyir, yu, təmizlə, pak et. Gəlin indi Samuelin kitabını açaq, dostlar.
2-ci Samuelin 11-ci fəsildən gəlin bir yerdə oxuyaq. 1-ci ayədən oxuyuram dostlar. Yavaş-yavaş, yəni parça-parça biz bunu oxuyacağıq. Deməli, bahar gələndə padşahlar müharibəyə çıxan vaxt Davud, Yoav dostlar onun qulu olubdur. Deməli, hərbi naziri olub da, belə deyək. Müdafiə naziri. Müdafiə naziri, bəli. Deməli, Davud nə edir? Yoavın, yəni zabitlərini bütün İsrail ordusu ilə birlikdə müharibəyə göndərdi. Onlar Amonları qırıb Rabbanı mühasirəyə aldılar. Davud isə Yerusəlimdə qaldı. Davud heç yerə çıxmadı. Deməli, bütün onun xidmətçiləri, əskərləri hərbi zonasındadır, belə deyək. Özü isə evdə qalıb, dincəlir. Yazılıb ki, bir axşam çağı Davud yatağından qalxıb padşah sarayının damı üstündə gəzirdi. Yəni, gəzişirdi. O damdan baxıb gördü ki, bir qadın yuyunur. Yad bir həyətə baxıb. Gözlərini kənara çəkmədi. Və gözləri, yəni, o həyətə toxunaraq ora diqqətlə baxdı. Yazılıb ki, qadın çox gözəl idi. Davud adam göndərib. Bu qadını barəsində xəbər tutdu. Yəni, xəbər aldı. Biri belə dedi. Bu qadın Xetli Uriyanın arvadı Elamın qızı Batşevadır. Həmən o Batşevadan bayaq oxuduq. O qadın kimdir? O sənin əskərin var, bir zabitin var. Özdəki belə sadıq bir insandır. Sənin gözəl bir döyüşçü zabitindir. O zabitinin yoldaşıdır, arvadıdır. Davud nə dedi? Davud dedi ki, yəni Davud qasidlər göndərib onu yanına gətirdi. Qadın onun yanına gələndə, hələ üzr istəyirəm, oxumuram. Sonra da deyilir ki, deməli, indi Davud onunla oldu. Qadın bundan sonra da yazılıb ki, boylu olub. Davuda mən hamiləyəm deyə xəbər göndərdi. Yəni, günah işlətdi. Zina etdi. Davud zina etdi, dostlar. Yaxşı, bu xəbəri tutandan sonra, yəni, qadın bu xəbəri Davuda göndərdi. Bunu eşidəndən sonra Davud neynədi? Tövbə elədi, günahlarını etiraf etdi ki, baxın, Davud Yoavın yanına adam göndərib dedi. Burada da plan qurraşdırır. Gəl bunu ört-bastıq edək də. Mənim günahımı ört-bastıq edək. Yoavın yanına adam göndərib dedi, Xetli Uriyanı, həmən o Uriyanı, onun yoldaşını, mənim yanıma göndər. Yoav fikirləşib görəsən, ay Davud, niyə lazımdır ki? Burada müharibə gedir. Sən isə deyirsən ki, bu zabiti yanıma göndər. Niyə lazımdır? Şübhələndi. Şübhələndi, dostlar. Yazılmayıb, amma şübhələndi. Sonra bunu da görə bilərik. Yazılıb ki, Yoav Uriyanı Davudun yanına göndərdi. Uriya Davudun yanına gələndə Davud Yoavın xalqın və döyüşün vəziyyətini soruşdu. Baxın, burada indi hiyləgərliyə baxın. Sonra Davud Uriyaya dedi, get evinə, arvadını, ayaqlarını deyir, yu, evinə qayıt. Get, dincəl də indi. O boyda yol gəlmişsən, get evində qal. Amma biz oxuruq ki, Uriya padşahın sarayından çıxanda padşah arxasınca ona hədiyyə də göndərdi. Lakin Uriya padşahın sarayının qapısında ağasının bütün mühafizələri ilə birlikdə yatıb evinə
getmədi. Davuda Uriya evinə getmədi deyə bildirdilər. Davud Uriyanı deyir, Uriyaya dedi ki, sən yoldan gəlməmişsənmi? O boyda yol gəlmişsən, niyə bəs evinə getmədin? Uriya Davuda dedi, əhd sandığı və İsraillərlə Yahudalılar deməli çardaqlarda qalarkən ağam Yoavla ağamın zabitləri çöllərdə məskən salarkən mən yemək, içmək və arvadım ilə yatmağa bu düzdürmü? Bu düz deyil. Baxın necə də ürəyi təmiz bir insan idi. Sadi. Öz şahına da sadi qalan bir insandır. Deyir, indi mən evimə gedimmi? Həyatına və canına and olsun, deyir, mən belə şey etmərəm. Davud qorxdu, qorxmadı. Biz neynim? Bu plan dağıldı. Mən fikirləşdim, bunu bura gətirim. Sonra evinə göndərim. Sonra da deməsinlər ki, bu qadın, yəni heç kəsin xəbəri olmasın. Qadın hamilə oldu da. Qadın mənə çatıb, amma heç kəsin xəbəri olmasın. Kişi evinə qayıdıb da indi. Bax belə. Örtbastlıq edir. Sonra da baxın dostlar. Davud Uriyaya dedi. Yaxşı. Bugün də burada qal. Sabah səni yola salaram. Uriya həmin günü və ertəsi günü Yerusəlimdə qaldı. Davud yenə görür, bilmir neynəsin. Artıq indi Davud narahatdır. Günah işlədi, bilmir neynəsin ki, heç kəsin xəbəri olmasın. İndi padşah belə bir iş görür. Davud onu çağırıb deməli yedirib içirdərək sərxoş etdi. Bax bu ikinci plan. İndi sərxoşdur da başı, yəni artıq başı getdi elə bil. Uriya padşahın yanından axşamüstü çıxdı. O öz hərbi yatağında yatmaq üçün ağasının mühafizələrinin yanına gedərək yenə də evinə getmədi. Yenə də getmədi dostlar. Neynəsin indi Davud? Səhər açılanda Davud Yoava məktub yazdı. Siz təsəvvür edin, yazılıb ki, bu indi yəni Davud bütün gecəni yatmayıb. Neyniyim mən? Bir dəfə bunu evinə göndərdim, evinə qayıtmayıb. Yenə də mən bunu sərxoş etdim, yezdirib, içizdirdim. Artıq sərxoş dedim, bəlkə indi kefi yaxşı olar, indi evinə qayıdır. Yox, getmədi. Yenə də evində qalmadı. Davud isə gecəni yatmır. Neynəsin? Getdikcə, baxın dostlar, günahın ardınca obri bir günah. Bir günah işlədib, iki günah işlədib. Yenə də, yəni yalanla belə örtbastlıq edir də. Bu indi səhər açılanda, baxın, yeni bir plan qurur. Davud 14-cü ayədən oxuyuruq. Yoava məktub yazdı və məktubu Uriyanın əli ilə Yoava göndərdi. Və baxın, Uriyanın heç xəbəri də yoxdur ki, bu məktubda nə yazılıb? Bu məktubda nə yazılıb? Məktubunda belə yazılmışdı. Uriyanı qızğın döyüşlərə göndər. Onu ön xəttə qoy və yanından çəkilin ki, vurulub öldürülsün. Siz təsəvvür edin. Yoav şəhəri mühasirə altında saxlayarkən igid adamlar olan yeri bilirdi və Uriyanı oraya göndərdi. Şəhərin adamları qalxıb Yoavla döyüşə çıxdılar. Amma Yoav da bilirsiniz necə? Kənardan baxır, heç kəsin xəbəri yoxdur, amma Yoavın xəbəri var. Görəsən, bu şax görəsən belə niyə? Deyir, gah evinə göndər, gah bu məktubu göndərib deyib ki, onlar deməli Uriyanı qızğın bir döyüşə göndər, orada öldürülsün. Niyə bunu mənə yazıb görəsən? Yaxşı, tapşırığını yerinə yetirərəm, amma burada nəsə təmiz bir iş deyil. Təmiz bir iş deyil. Və baxın dostlar, yazılıb ki, şəhərin adamları qalxıb Yoavla döyüşə çıxdılar. Xalqdan, Davudun döyüşçülərindən qırılanlar odlu və xetli, deməli qırılanlar oldu və xetli Uriyada ölənlər arasında idi.
Yoav da neyinir? Davudun yanına adam göndərir. Deməli, döyüş haqqında olan məlumatların hamısını xəbər verdi. Və deməli, həmin bu göndərilən qasiddə deməli idi ki, o bir neçə nəfər qırılıb, onların arasında da həmin o xetli olan Uriyada o da deməli həlak olub. Bu deməli xəbəri eşidərək baxın Davud nə deyir? Davud qasidə dedi. 25-ci ayədən oxuyuram. Yoava deyərsən ki, bu hadisə sənin gözündə pis görünməsin. Çünki qılınc gah birinin, gah da başqasının başını yeyir. Şəhərə qarşı döyüşü gücləndirib oranı yıxsın. Bununla Yoavı sən də deyir, ruhlandır. Uriyanın arvadı, Uriyanın ölümünü eşidib, əri üçün yas tutdu. Yas qutarandan sonra da yazılıb ki, Davud adam göndərib Batşevanı öz evinə gətirdi və o Davudun arvadı oldu. Sonra da yazılıb ki, Davudun bir oğlu doğdu. Davuda bir oğul doğdu. Dostlar, Uriyanın arvadı, Uriyanın ölümündən xəbər tutanda yas tutur. Nəinki Uriyanın arvadı, qohum əqrəbələr də yas tutur. Davud da bunu eşidərək kömək edir. Bilirsiniz necə? O da elə bil yas tutur. Cəmaət də ona baxır, deyir, bizim padşahımız görürsünüz necə ürəyi mülayim. O da yas tutur. Və sonra da elə bil ki, böyük bir iş görür. Mən səni dul saxlamaram. Bu da görürsünüz necə, yalan, hiylə ilə ört bastır. Qoy cəmaət başqa cür başa düşsün də, görməsin, başa düşməsin. Mən deyir səni dul saxlamaram. Uriyanın yerinə mən elə bil ki, indi uşağın da olacaq, yəqin ki, Uriyadan uşağın da olacaq. Qoy hamı bilsin ki, mən bir Allah adamı kimi, gözəl bir insan kimi mən səni öz evimə gətirəcəyəm. Öz evimə, mən sənə təsəlli verəcəyəm. Və baxın, dostlar, Davud adam göndərib, öz evinə onu gətirdi. O da onun arvadı oldu. Hamı da elə Davud haqqında başa düşürlər ki, necə də gözəl bizim hökmdarımız var. Necə də gözəl insandır. O həmin o Batşevanı tək qoymadı, yas tutsun. Yəni səninlə bir yerdə mən də yas tutum. Sən də mənimlə bir yerdə burada qal. Qoymaram ki, sən elə pis vəziyyətdə olarsan. Çünki hamıya başa salır ki, doğrudan da Uriya elə bir insan olubdur ki, qoy Davudu haqqında hamı yaxşı bilsin. Amma baxın necə yazılıb. Yazılıbdır ki, lakin Davudun gördüyü bu iş Rəbbin gözündə pis idi. Rəbbin gözündə pis idi. Və Rəbbin əli gecə gündüz onun üçün ağırlaşmışdı. Davudun qulları ona baxıb başa düşə bilmirlər. Davud, nə olub sənə? Xəstələndin mi? Nasazsan? Niyə belə birdən dəyişilmisən? Getdikcə arıqlayırsan. O da deyir, elə bil sümüklərim qırılıb. Bax, bu vəziyyətdəyəm. Uğur qazanmadı. Uğur qazanmadı, dostlar. Amma baxın, yəqin ki, bu nalə çəkərək, ya Rəbb, mən başa düşürəm ki, mən günah işlətim, amma mən bu günahı aça bilmirəm. Elə bir vəziyyətə düşmüşəm ki, bir adam olsaydı mənə kömək eləyərdi. Mən elə bir pis günə düşmüşəm ki, artıq heç yaşamaq da istəmirəm. Öz sevincini mənə qaytar. Və Rəbb Allah bilirsiniz nə elədi? Rəbb Allah bir peyğəmbəri onun yanına göndərir. Bir peyğəmbər də onunla
Natan adlı peyğəmbər onunla söhbət edir. Baxın 12-ci fəsildə o 1-ci ayədən biz oxuyuruq. Yazılıb ki, Rəbb Natanı Davudun yanına göndərdi. Natan onun yanına gəlib belə nəql etdi uzaqdan. Bilir axı padşaha birdən tez elə açıq desən qəzəblənə bilər. Bilirsiniz necə uzaqdan başladı bir məsəl çəkməyə. Deyir ki, bir şəhərdə 2 adam var idi. Onlardan biri varlı, sizcə varlı kim olub? Davud. O biri isə kasıb. Kasıb kim olub? Uriya olub, bəli. Kasıb idi. Varlı adamın rəmzi şəklində də, yəni bax burada deyilir. Varlı adamın çoxlu sürüləri və naxırı var idi. Amma lakin kasıb adamın satın deməli alıb bəslədiyi bir körpə dişi quzudan başqa heç nəyi yox idi. Heç nəyi yox idi. O quzusunu öz yanında uşaqları ilə bərabər böyütmüş, ona öz yeməyindən yedirtmiş, öz içdiyi qabdan su içitmiş və qoynunda yatırtmışdı. Quzu ona doğma qızı kimi idi. Bir gün varlı adamgilə yadilli bir qonaq gəlir. Varlı adam onlara gələn qonağa yemək hazırlamaq üçün, baxın dostlar, öz sürüsündən və naxırından heyvan götürüb kəsməyə qoymadı. Amma gedib kasbın quzusunu götürüb kəsdi. Düz iş gördü. O boyda sürü vardır, naxırım var. Sən isə o kasıb adamın bir quzusunu götürüb onu kəsib qonaqlıq edirsən. O yadilli qonaqlara. Davud bunu eşidərək 5-ci ayədən oxuyuruq. O adamı qarşı Davudun qəzəbi alovlandı və Natana dedi: "Var olan Rəbb haqqı, bunu edən adam ölümə layiqdir. Bu işi gördüyünə və rəhimsizliyinə görə o quzusunun əvəzini 4 qat verəcək." Natan nə dedi Davuda? O adam deyir, "Əli sənsən" deyir. İsrailin Allahı Rəbb belə deyir: "Mən səni İsrailin üzərində padşah olaraq məşq etdim və səni Şaulun əlindən qurtardım" deyir. "Sənə ağanın evini verdim. Ağanın arvadlarını qoynunda yatırıb İsrailə Yahuda nəslini sənə verdim. Əgər bu sənə azdırsa, yəni bir azlıq edirsə, mən sənə daha nələri əlavə edərdim. Nə üçün Rəbbin gözündə pis olan işi sən etdin? Niyə? Yad bir arvadı tapıb onu bədbaxt etdin. Bundan əlavə sən onun yoldaşını öldürdün və günahını ört-basdıq etdin. Bu Rəbbin gözündə pis iş deyilmi?" Onda da Davud bunu eşidərək, dostlar, 13-cü ayədən oxuyuruq. "Mən Rəbbə qarşı deyir, günah etdim, peşman oldum." Ama niye kılıç senin elinden ayrılmıyorsun? Günah etdim deyir. Natan Davuda dedi ki, Rəbb sənin günahını sildi, ölməyəcəksən. Yox, cəzalandıracaq. Lakin bu etməklə Rəbbin düşmənlərinə böyük fürsət verdin ki, ona küfr etsinlər. Ona görə də mütləq səndən doğulan uşaq da, həmən uşaq öləcək. Bir də Davud burada demişdi ki, 4 qat əvəzini verməlidir o quzuya görə. Nəinki bu uşaq ölüb, 4 övladı itirib. 4 övladını itirib dostlar Davud. Siz təsəvvür edin öz günahına görə. Və necə ki biz burada oxuduq, Zəbur kitabında 51-ci məzmurda Davud deməli dua edir, günahımdır daim gözünün qarşısındadır. Sənədir, yalnız sənə qarşı günah işlətmişəm, məni bağışla. Mənim günahlarımı sil. Öz günahını etiraf edir. Və baxın,
Rəbb Allah da onu bağışlayır. Ey Allah, məndə təmiz ürək yarat. Daxilimdə yenidən sədaqət ruhunu ver. Dostlar, yekunlaşdırmaq istəyirəm indi sözümü. Natəmiz bir şey, natəmiz bir insan Allahın səltənətinə gələ bilməz, görə də bilməz. Əgər sən Allahın səltənətini, cənnəti görmək istəyirsənsə, əgər istəyirsən ki, Rəbb səni qəbul etsin, məndə təmiz ürək yarat. Yazılıbdır. Ürəyin təmiz olmalıdır. Əgər haradasa günah işlətmisənsə, dostlar, bizim vəsatətçimiz var. Rəbb Allah öz vahid oğlunu göndərib. İsa Məsih, o bizim vəsatətçimiz olub. Allahın və mənim qarşımda böyük bir uçurum var, amma İsa Məsih vəsatətçim olub. Əgər mən günahlarımı etiraf edirəmsə, onu bilin ki, Rəbb məni bağışlayır. İsa Məsih mənim mərhəmətim olub. İsa Məsih mənim xilasım olub, əzizlərim. Bu mərhəməti tapmaq istəyirsənsə, İsa Məsihdə. Əgər günah işlədibsənsə, əzizlərim, İsa Məsihə müraciət et. Pastoru tap, bir xidmətçinin yanına gəl və onunla söhbət elə. Elə, aç günahı. Necə ki, Natan Peyğəmbər gəlib, o da ona kömək etdi. Davuda kömək etdi ki, öz günahını etiraf etsin. Eləcə də biz, əgər bir yük daşıyırsansa, ürəyində bir yük varsa, dostlar, cəmiyyətimizin pastorları var, cəmiyyətimizin xidmətçiləri var. Onlara yaxınlaşıb, onlarla birlikdə, təklikdə söhbət edib, öz günahlı həyatı aça bilərsən. Əgər vicdan əzabını çəkirsənsə, əgər hiss edirsən ki, səni doğrudan da günah Rəbb Allahdan uzadır, əgər görürsən ki, günah səni elə bir təpi vurur, günahı aç. Vicdanın təmiz olsun. Ürəyin də təmiz olsun. Və sülh və sevinç, xilas sevinci qayıtsın. Məni deyir, öz huzurundan atma. Müqəddəs ruhunu məndən götürmə. Xilasının sevincini mənə qaytar. İtaatkarlıq ruhu verib mənə dayaq ol. Rəbb necə ki Davudu bağışlayıb, bugün də Rəbb eynidir, dəyişilmir. Dünən, bugün və əbədi olaraq yazılıb ki, dəyişilmir. Ona günahlarını etiraf et və pastor bir köməkçi kimi, bir xidmətçi kimi səninlə birlikdə dua edib Rəbdən yalvaracaq ki, sənin günahların bağışlansın və günahların təmizlənəcək. Və əzizlərim, necə ki yazılıb, günahlarını ört bastır, yenə də təkrar edirəm, ört bastır edən uğur qazanmaz, amma onu etiraf edərək tərk edən mərhəmət tapar. Amin.